Bir dəfə əlaqədə olub, belə deyək, özlərini tam təmin edə bilirlər və yaxud qarşı tərəfi təmin edə bilirlər. Amma yaşlı nəsildə bu məsələ biraz çətinləşir, çünki 35-40 yaşdan sonra artıq ikinci dəfə əlaqəyə girmək yaxın vaxt ərzində biraz çətinləşir. Çünki qanda testosteron çox düşür və ikinci əlaqəni bədənin təşkil eləməsi çətinləşir. Və bu, belə deyək, heç məsləhət də deyil. Nəyə görə bu zaman ümumiyyətlə ikinci əlaqə, dalbadal iki əlaqənin olması məsləhət deyil. Bu zaman prostat vəziyyəti güclü yüklənmə düşür, güclü durğunluq yaranır prostat vəzdə. Dalbadal əlaqələrin təkrarlanması, yəni ədəbiyyat göstərir ki, gələcəkdə xroniki prostatin baş verməsinə, durğunluq prostatinin baş verməsinə səbəb olur. Yəni cinsi əlaqə bir dəfə olmalıdır. 5 dəqiqə, 10 dəqiqə arası olmalıdır və onunla da bitməlidir. Növbəti əlaqə olmalıdır bir gündən sonra. Yəni bir gün bədən istirahət eləməlidir və sonra növbəti əlaqə olmalıdır. Yəni cinsi əlaqənin tezliyi belə götürülür. Bir gündən bir, ən tezi, ən geci həftədə bir dəfə. Yəni bu aralıqda insan cinsi əlaqədə olanda onun prostatına yüklənmə düşmür. Yəni buradan gördüyümüz kimi tez-tez olmaq da ziyandır, gec-gec olmaq da. Demək, bu qaydalara əməl etmək lazımdır ki, bədən ziyan çəkməsin, prostata əlavə yüklənmə düşməsin. Burada yenə qeyd elədiyim kimi, bu erkən boşalmanı hamı soruşur ki, necə müalicə edək, neyə? Burada yenə dediyim kimi, standart bir müalicə yoxdur erkən boşalmada. Erkən boşalmada müalicə ancaq bu saydığım xəstəliklərin, əlamətlərin aradan götürülməsi əsasında olur. Tutaq ki, şəxs əsəbidirsə, əsəbini müalicə edirik, əsəbi sakitləşdiririk. Şəxsdə serotonin maddəsi beyində çatmırsa, onu bərpa edirik. Şəxsdə xroniki prostatit var, tez qıcıqlanma olur, tez boşalma olur. Demək, xroniki prostatiti müalicə edirik. İnfeksiyası var, sistiti var, tez qıcıqlanma olur, tez boşalır, onu müalicə edirik. Və yaxud onurğasında problem var, çalışıq ki, o onurğa ilə bağlı problemi müalicə edək. Yəni, müalicələr bu işdə konkret xəstəliyə uyğun aparılır. Ona görə hamını eyni cürə erkən boşalmada eyni cürə müalicə eləmək mümkün deyil. Yəni. Hər bir problemin öz ayrı müalicəsi var. Hər bir erkən boşalmada səbəb aşkar olunub, aradan qaldırılmalıdır.